Verilən sualın izahına baxaq. Bizdən nisbəti soruşur və z-in sıfırdan fərqli olduğunu bizə artıq deyib. Bu qaydalarda uşaqlar məxrəc vurulur ədədə. Yəni x plus 6y plus 3z bərabərdir 6 vurulsun x, yəni 6x. Üstə gəlsin 6 vur y, 6y, çıxılsın 6 vur z. Buradan məlum məsələdir. Y-lər gedir. Digər tərəfdən məsələn bura gətirsəm 6y çıx 6y olacaq. Yerdə nə qaldı? X plus 3z bərabərdir 6x minus 6z. X-ları z-ləri yığaq öz yerlərinə. Nə olacaq? X çıx 6x bərabərdir mənfi 6z çıx 3z. Buradan alıram ki, mənfi 5x bərabərdir mənfi 9z-ə. Və bu bərabərliyin ödənməsi üçün məcburən z-ə nə deyəcəm? Z-ə deyəcəyəm mənfi 5, x-ə deyəcəyəm mənfi 9. Mənfi 9. Eyni ilə gətirib nisbətdə yerinə yazsam, olacaq nə? X böl z, yəni mənfi 9 böl mənfi 5, düzgün cavab 1/8.